Hansı cür tenderlər var, tender prosesləri necə gedir hal-hazırda? Tender dövlət strukturları tərəfindən keçirilə bilər. Bir də ki, özəl sektorlar tərəfindən, şirkətlər tərəfindən keçirilə Buna bilər. görə keyfiyyət standartlarına görə inspeksiya orqanı təmin edə bilməz. Bu standartla ziddir. Texniki hazırlığı olmayan bir belə deyək, şirkətin tenderdə iştirak etməsi nə dərəcədə düzdür? Bəzən elə tenderlər olur ki, tender zamanı məsəl üçün bir neçə şirkət tenderdə iştirak haqqını ödəyib iştirak etdikdə, etdiyi zaman aşkar olunur ki, o tenderdə iştirak edən şəxs məsələn heç o tenderdən xəbəri yoxdur. Düşünürəm ki, tenderdə texniki kvalifikasiya olandan sonra olan şirkətlərin məsələn cəlb olunması olsaydı daha yaxşı olardı. I can't talk now, Chief. I'm making a TV show. Hər vaxtınız xeyir, hörmətli Köksəbəb izləyiciləri. Bugün sizə tenderlərdən danışacağıq, yəni tenderlərdə olan problemlər və onların kök səbəbləri. Bu mövzunu müzakirə etmək üçün Əzizə xanımı dəvət etmişəm. Əzizə xanım, buyurun, təqdim edin. Salam Anar müəllim, izləyicilərimizi də salamlayıram. Mən Əzizə Qədirli. 6 il bu fəaliyyətimlə məşğulam, tender sahəsi ilə məşğulam. Müxtəlif şirkətlərlə işləmişik, çalışmışıq və təhsilim iqtisadiyyat. Çox sağ olun Əzizə xanım, xoş gəlmisiniz, təşəkkür edirəm. Və mövzu, bəli, maraqlıdır. Bugün bütün şirkətlər istər-istəməz bu ticarət mübadiləsi elə bir prosesdir ki, istər-istəməz daim burada alıcı, satıcı, yəni müştəri və satıcı rolları var. Təbii ki, burada da müxtəlif proseslər, yəni biz müəyyən xidmətləri göstərmək üçün, məhsullarımızı satmaq üçün ümumiyyətlə, yəni bu vendorlara aiddir, yəni tək bizdən getmir söhbət. Müxtəlif, belə deyək, tenderlərdə iştirak etmək olur. Bizim izləyicilər üçün də maraqlı olar ki, tender proseslərində, ümumiyyətlə tender prosesləri, hansı cür tenderlər var, tender prosesləri necə gedir hal-hazırda və onların orada bizim rastlaşdığımız problemlər nədən ibarətdir və təbii ki, biz onların həlli istiqamətində sonra danışarıq ki, nələr edəcəyik. Buyurun, hansı istiqamətdə tenderlər var? Tender dövlət strukturları tərəfindən keçirilə bilər. Bir də ki, özəl sektorlar tərəfindən, şirkətlər tərəfindən keçirilə bilər. Tenderlərdə aşkarlanan problemlər şəffaflığın olmamasıdır ki, bu da tender prosesi zamanı bir sıra problemlərə yol açır. Şəffaflığın pozur. Belə deyək, bəzi hallarda tender prosesi zamanı iştirakçılara bərabər hüquqa malik olmurlar. Qiymətləndirilməsi olsun. Adətən tenderlər iki növ olur. Dövlət satın almaları tərəfindən elan olunmuş tenderlər, bir də ki, özəl sektorlar tərəfindən e-mail vasitəsilə və yaxud hər hansı bir platforma vasitəsilə göndərilmiş tenderlər olur. Bunlarda iştirak zamanı, məsələn, dövlət satın almaları saytından görürük, tenderi seçirik və iştirak ödəniş haqqını, yəni iştirak haqqını ödəyib tenderin şərtlər toplusunu əldə edirik. Şərtlər toplusunu əldə etdikdən sonra tenderlə tanış oluruq. Təbii ki, bəzi hallarda tenderdə şərtlər toplusunda, daha doğrusu, bəzi hallarda texniki şərtlərində müəyyən hallar olur. Məsələn, tenderin sənədlərindəki şərtlər, texniki şərtlər deyək, onlarda qeyri-müəyyən və ziddiyyətli olurlar. Və bu hallarda iştirakçıların yanlış təklif verməsinə səbəb olur. Yəni, proses necə gedir? Deyək ki, tender, ümumiyyətlə, özəl sektor olsun və yaxud da dövlət tenderləri olsun. Deyək ki, tender məlumat gəldi, məsələn, e-mail gəldi və yaxud da platforma üzərindən məlumat gəldi və yaxud da tender az saytından izlədiniz, gördünüz tenderi. Ödəniş, bütün hallarda ödəniş olurmu, yoxsa sadəcə dövlət tenderlərində ödəniş olur? Ödəniş adətən iştirak haqqı deyirik biz ona. Ödəniş, iştirak haqqı adətən dövlət satın almaları tərəfindən, bir də elektron rəqəmsal platformalarda keçirilən tenderlərdə olur. Amma özəl sektorlar tərəfindən e-mail vasitəsilə və yaxud platforma vasitəsilə keçirilən tenderlərdə ödəniş haqqı olmur, iştirak haqqısı olmur. Aydındır. Bəs sonraki prosesdə nə baş verir? Yəni siz sonraki addımınız nədir? Yəni tender gördünüz, əgər şirkət deyək ki, qərara gəldi ki, biz bu tenderdə iştirak edəcəyik, siz deyək şirkətin profilinə uyğundur ya uyğun, belə bir qiymətləndirmə aparılır yəqin ki, sonra qərar verilir ki, tenderdə iştirak edəcək şirkət yoxsa yox. Təbii ki, şirkət daxili o proses, yəni qiymətləndirmə gedir. Yəni və qərarlaşdırdıqdan sonra ki, bu tenderdə iştirak edirik, qiymətləndirmə proseduru başlayır. Hansı təchizatçılardan mal və ya xidmət və ya işlərin görüləcək işlərin, yəni o işlərə görə qiymətləndirmə aparılır və qiymət təklifi hazırlanır. Burada təbii ki, təşkilat özünün də tam olaraq hazır, deyək ki, məhsuldursa, istehsal etdiyi məhsul ola bilər və yaxud da öz xidmətidirsə və yaxud da məhsulun bir hissəsini və yaxud da tam hissəsində başqa distributor olaraq başqa təşkilatlardan alaraq tenderə qoşula bilər də. Yəni təkcə öz məhsulların olması ehtiyac yoxdur. Elədirmi?
Bəli, bəzi hallarda təbii ki, süni maneələr olur. Yəni burada nədir? Bəzi tenderlərdə texniki şərtlər sırf bir müəyyən bir şirkətin tələblərinə uyğunca yəni gəlir. Bu da ki, bazar araşdırmasının, yəni bazar iştirakçılarına düzgün rəqabət aparılmır, belə deyək. Mən açığı özüm də bu yaxınlarda belə bir şeylə rastlaşdım. Ümumiyyətlə belə deyim, özüm ixtisasla satın alma mütəxəssisi deyiləm, amma təbii ki, biz keyfiyyət sahəsində də biz satın almaya biz toxunmadan keçmirik. Çünki satın alma üzrə keyfiyyət satın almada çox vacib elementlərdən biridir. Çünki alınacaq məhsulun, xidmətin texniki parametrləri sırf o keyfiyyət kriteriyalarına görə belə deyək, müəyyənləşir. Məsələn, rast gəlir, görürük ki, məsələn, bəzi konkret belə deyək, brendin adının yazılması kimi, məsələn, sizin sözün qüvvəti mən də rast gəlmişəm və yaxud da ki, siyahıda məsələn sənədlər toplu tələb olunur. Görürsən ki, siyahıda qeyri-müəyyənlik var, ziddiyyətlər var. Məsələn, inspeksiya fəaliyyəti üzrə, inspeksiya fəaliyyəti və təmir fəaliyyəti birlikdə tenderə çıxarılır. Məsələn, mən rastıma gəlib. Məsələn, keyfiyyət standartlarına görə inspeksiya orqanı təmir edə bilməz. Bu standartla ziddir. Amma tenderin şərtlərində təmirlə bağlı sənədlər də tələb olunur və yaxud da paralel şəkildə aparılır ki, yəni burada məsələn bir misal dedim, məsələn burada ziddiyyət və yaxud da ki, hansısa bir konkret belə deyim, belə deyim, vendorda olan bir sistemin adının qeyd olunması sanki digərlərinin artıq haqlarının hardasa pozulmasına gətirib çıxardır ki, artıq sanki tender konkret bir vendor üçün hazırlanıb sanki. Və yaxud da konkret bir standartın orada vurğulanması, qeyd olunması və bazarda bilirsən ki, heç kimdə o standart tətbiq olunmuyor və yaxud da həmin məhsul yoxdur, konkret bir məhsuldan gedir söhbət, bir brenddən gedir və o da sadəcə bir vendorda var. Yəni onun qeyd olunması məncə də bərabərliyi pozur. Çünki bu barədə keyfiyyət mütəxəssisləri arasında da kifayət qədər suallar var həmişə. Sonra baş verir. Yəni qiymətləndirmə oldu, deyək ki, biz şirkət sənədləri hazırlayır, tender paketini hazırlayır, təqdim edir. Yəni ümumiyyətlə ardıcıllıq necədir? Tender sənədlərini hazır etdikdən sonra, yəni bura daxildir texniki və maliyyə zərflərimiz, bir də bank qarantiyası olur təbii ki. Bunları hazır etdikdən sonra tenderi elan edən və keçirən şirkətə təqdim olunur. Tender sənəd zərflərinin açılışı zamanı öncə texniki zərflər açılır, daha sonra maliyyə zərfləri açılır. Zərflər açıldıqda yenə də burada bir nöqsanlar aşkar olunur ki, bunlar da nədir? Qaliblərin öncədən müəyyən edilməsidir, məlumatların gizli saxlanılmasıdır və ya müəyyən şirkətə üstünlük verilməsidir. Aydındır. Kifayət qədər ciddi məsələlər. Ümumiyyətlə oradakı bir məqama geri qayıtmaq istəyirəm. Dediniz texniki və maliyyə zərfləri də. Ümumiyyətlə nə dərəcə praktikdir? Yəni demirəm nə tələb olunur. Təbii ki, yəni tender haqqında tələblərdə bunlar hamısı müəyyənləşdirilib. Amma praktik olaraq belə baxımından da, yəni texniki hazırlıq öncədən olmalı deyilmi? Məsələn, tenderlər, yəni texniki hazırlığı olmayan bir belə deyək, şirkətin tenderdə iştirak etməsi nə dərəcədə düzdür? Nə dərəcədə yəni bu prosesi şəffaf və yaxud da rahat edə bilir? Sizin sualınıza belə cavab verə bilərəm ki, məsələn, bəzi hallarda tenderlərdə qarşılaşmışam ki, tenderə qoşulur bir şirkət, müəyyən bir şirkət, amma baxırsan ki, bu şirkətin həmin o mal materialdan heç məlumatı yoxdur. Sadəcə öncədən yəni müəyyən edilib bu şirkət qalib olaraq. Bəzən elə tenderlər olur ki, tender zamanı məsəl üçün bir neçə şirkət tenderdə iştirak haqqını ödəyib iştirak etdiyi zaman aşkar olunur ki, heç o tenderdə iştirak edən şəxs məsələn heç o tenderdən xəbəri yoxdur. Mal materialı olsun, iş və ya xidmətdən olsun. Və ya da profili ümumiyyətlə o tenderə uyğun deyil. Uyğun deyil, yəni ki, uyğun deyil, sənədləri tam deyil, natamam olur, yerində deyil, dolğun bir məlumatı yoxdur da, yəni belə deyim. Sırf onun qiyməti, verdiyi təklif səmərəli olduğu üçün o qalib seçilir və öncədən seçilir təbii ki. Təəssüf ki, bu hələ də var. Neçə illər bundan qabaq da mən çox görürdüm. Məsələn, belə deyək də, belə şirkətlər, hər şeyşünas şirkətlər var idi və müəssisə rəhbərinin bir neçə dənə şirkəti olurdu, belə deyək, ən az bir neçə dənə şirkət olurdu və belə deyək, cibində bir neçə dənə pesatla daimi möhürlə gəzirdi və harda hansı iş olurdusa, yəni bir şirkət, bir adam 3-4 şirkət adından tenderə belə deyək, qoşulurdu və qiymət verirdi. Və təəssüflər olsun ki, orada belə deyim də, adətən satın alma prosesi, beynəlxalq təcrübəyə baxanda, elə bizim öz qanunda da belə məqamlar var. Yəni, əsas təcrübə odur ki, ümumiyyətlə, prekvalifikasiya deyilən bir şey var da, yəni tenderdə iştirak öncəsi kvalifikasiya, yəni hər adamı tenderə buraxmaq. Bizdə mən fikir verirəm, onu daha çox tenderə iştirak etmək üçün ödəmələrlə tənzimləməyə çalışırlar. Yəni pulu verib tender paketini ala bilən adam, sənədləri ala bilər. Yəni tenderdə iştirak edə bilər. Yəni mümkündür ki, həmin şirkət siz deyən kimi ümumiyyətlə o həmin sahəyə aidiyyəti olmasın.
Deyək ki, məsələn, təlim keçəcək, ümumiyyətlə təlimlə əlaqəsi yoxdur da. Yəni sabah tender utsa özü keçə bilməyəcək. Yəni gedib hardansa hansısa bir təlim şirkəti ilə müqavilə bağlamalıdır və yaxud da ki, hansısa bir təlimçilər hardansa tapmalıdır, gəlib bu işi görməlidir. Doğru əvvəldə qeyd etdiyiniz, yəni tender şərtləri, texniki şərtləri düzgün müəyyənləşdirilmir. Bu toparlayaq məsələni. İkinci də müəyyənləşdirilmir, sanki boşluqdan istifadə olunur, yoxsa necəsə tenderdə kim istəyir girib iştirak edə bilər. Tamam, bunu razıyıq. Yəni bütün şirkətlərə bu hüququ verilməlidir. Yəni bir müəssisə tenderlərdə iştirak etməlidir, amma profilə uyğun tenderin texniki şərtlərinə cavab verən şirkətlər iştirak etsə, məncə bu seçmə imkanlarını da daha yaxşı eləyə bilər. Nəticədə keyfiyyətin önə çıxmasına yol aça bilər. Çox doğru qeyd edirsiniz ki, bəzən olur, görürsən, çox peşəkar bir şirkət qalıb qıraqda tenderi uduzur, amma heç bir əlaqəsi olmayan bir şirkət görürsən, tenderin qalibi olur. Yəni biz bunu öz təcrübəmizdə də görmüşük. Görürsən ki, sonra həmin şirkət gəlir ki, bəs mənə filan inspeksiya lazımdır, filan təlim lazımdır və yaxud da filan məhsul lazımdır. Sual yaranır ki, yaxşı, bu yoxdursa, bu şirkət tenderi necə uddu? Necə bu tenderin qalibi oldu? Yəni, bu əslində proses olaraq da kifayət qədər məncə ciddi bir şeydir. Düşünürəm ki, tenderdə texniki prekvalifikasiya olandan sonra olan şirkətlərin məsələn, cəlb olunması olsaydı daha yaxşı olardı. Məsələn, mən Britaniyada işləyən zaman orada Achilles və FPAL sistemləri var. First Point Assessment deyirlər ona. Yəni, orada tenderə dəvət almaq üçün həmin sistemdə olmalısan. Yəni, sistemdə olmaq üçün nədir? Sistemdə technical capability deyilir, yəni texniki bacarıqlar, imkanlar. Təşkilatın imkanları nə, mövcud imkanları nədir, nə qədər işçiyə sahibdir, nə qədər avadanlığa sahibdir, hansı sertifikasiyaları var, hansı sənaye sahələri üzrə xidmət və yaxud da göstərə bilər və yaxud da hansı məhsulları satır. Bu konkret orada qeydiyyat olmalıdır və FPAL nə edir? FPAL gəlir həmin şirkəti yoxlayır, audit edir. Yoxlayır, əmin olur ki, verilən data doğrudur, düzgündür. Məsələn, 9001 sertifikatı olmalıdır, 45001 olmalıdır, 14001 olmalıdır, nə bilim, lisenziyası olmalıdır və yaxud da başqa akkreditasiyalar olmalıdır və yaxud da hansısa bir istehsal prosesi yerinə yetirir, onunla bağlı sənədlər olmalıdır. Bütün texniki göstəriciləri toparlayır, belə deyək, və təmin verify edir ki, belə deyək, doğruluyur, təsdiqləyir ki, bu təşkilat bu xidmətlə sahələr üzrə xidmət və yaxud da məhsul təmin edə bilər. Həm özəl sektor, həm də dövlət sektoru yalnız o şirkətlərin tenderlərdə iştirak etməsinə icazə verirlər. Və bu da əslində yaxşıdır. Artıq ondan sonra şirkət seçir ki, 10 şirkət var bu kateqoriya üzrə təchizat edə biləcək, yəni ya xidmət, ya məhsul hər nədirsə. Və biz artıq ondan sonra başlayır maliyyət məsələlərinə baxmaq. Yəni, təbii ki, təşkilatın yenə hüququ var, yenə istəsə əlavə yoxlamalar da keçirə bilər, yenə də əlavə doğrulama, təsdiqləmə prosesləri edə bilər. Hansısa sualları varsa, onları müəyyənləşdirə bilər. Amma bunlar qiymətə qədər olan proseslərdir. Yəni, qiymət verəndən sonra sizin filan sertifikatınız yoxdur və yaxud da ki, filan sertifikatınız da verin və yaxud da ki, bu qədər işçi sayınız olmalıydı, məsələn 5 nəfər olmalıdır, siz niyə 4 nəfər vermişsiniz? Yəni, bu kimi suallar artıq yaşanmır, çünki texniki məsələlər ortadan qaldırılır və yalnız qiymət məsələsi üzərindən gedir. Belə deyək, beynəlxalq praktika ilə sadəcə müqayisə etdim. Yerli şirkətlərdə də, məsələn, özəl sektorda da, bəzi şirkətlərdə də, yəni bu proseslər deməzdim ki, hər yerdə pisdir, hər yerdə problemlidir. Deyərdim ki, bəzi özəl şirkətlərdə də proseslər doğrudan yaxşı gedir. Yəni, özəl tərəfin müəyyən, belə deyək, üstün tərəfləri var. Yalnız bir texniki bir kvalifikasiyadan sonra artıq qiymətləndirmə və s. Məsələlər aparılır. Yalnız texniki belə deyək, tələblərə cavab verən şirkətləri cəlb edirlər tender proseslərinə. Əzə xanım, başqa hansı məsələlər diqqətinizi cəlb edir? Məsələn, tender prosesində, sənədlərin hazırlanmasında, sənədlərin açılması prosesində ümumiyyətlə, yəni o vaxtlar kifayət edirmi? Ümumiyyətlə, sənədlərlə bağlı verilən siyahı, məsələn, sənədlər olan tələblər, hansı sənədlər təqdim olunmalıdır? Yəni, bu proseslərdə hər hansı bir rast gəldiyiniz təcrübə? Vaxt baxımından, vaxt bəli kifayət edir. Çünki bir ay öncədən tender elan olunur və bir ay ərzində həm siz müəyyən edirsiniz ki, bu tenderdə iştirak edəcəksiniz yoxsa yox şirkət olaraq. İştirak haqqını ödədikdən sonra da yenə də müəyyən bir zaman qalır ki, o tenderə hazırlaşmaq üçün, ki, sənədləri tam toplamaq üçün. Sizin bayaq dediyiniz sözə qoşuluram. Necə? Yəni ki, daha yaxşı olardı ki, pre-qualification dediniz də? Bəli, pre-kvalifikasiya, yəni kvalifikasiya olması. Bəli, pre-kvalifikasiya olunduqdan sonra qiymət təklifini almaları daha yaxşı olardı. Həm dövlət satın almaları, həm özəl sektorlarından keçirilən tenderlər, müsabiqələr zamanı. Bu, onun üçün yaxşı olardı ki, müəyyən edəcəklər ki, artıq bir neçə bu profildinizdə
profil üzrə neçə şirkət iştirak edə bilir bu tenderdə. Bəli. Və uca ölkə ərazisində, yəni bizim ölkəmizdə bu profil üzrə neçə şirkət var Bəli. ki, bu tender üzrə iştirak edə biləcək. Buradan hətta məsələn bəzi başqa məsələlər də çıxır ortalığa. Yəni mən beynəlxalq təcrübədə belə bir şeylərlə rastlaşmışam ki, məsələn adətən iqtisadiyyat tənzimləmələri tender prosesində müəyyən profillərdə məhdud şirkətləri görəndə bazarda təşviqat aparmağa başlayırlar ki, həmin sahədə şirkətlərin sayı çoxalsın. Məsələn deyək ki, bizim ölkədə deyək misal üçün deyirəm də, məsələn inspeksiya sahəsi üzrə deyək ki, 3 dənə şirkət var, misal üçün. Yəni rəqəm şərtidir, tam belə saymırıq və misal üzərindən deyirik. Və bu 3 şirkət daim eyni tenderlərdə 3 şirkət iştirak edirsə və onların artıq gücü və imkanları ölkədə olan belə deyək, yoxlama sınaq işlərini aparmağa kifayət etmirsə, artıq iqtisadi tənzimləmələr ona görə artıq o həmin belə deyək də data, həmin məlumat bazası imkan verir ki, deyək ki, tender prosesində təşviqat işləri ki, yəni artıq şirkətlər çoxalmalıdır. Yəni əlavə şirkətlərin yaranması üçün və yaxud da işləməsi üçün və yaxud da görürsən 3 dənə şirkət var, üçü də Bakıdadır. Məsələn, regionda heç bir dənəsi də yoxdur, deyək ki. Yəni bu kimi məsələləri daha belə deyək, aktual edir. Məsələn, gündəlik yaşayış edən buna daha rahat misal gətirmək olar. Deyək ki, məsələn, bir küçəyə girirsən, görürsən 6 dənə coffee house var. Halbuki bir küçə üçün kifayət qədərdən də çoxdur da belə deyək. Bəlkə başqa bir küçəyə gedirsən, bir dənə su almağa, bir dənə dükan tapa bilmirsən məsələn. Yəni bu düzgün bölünmə, düzgün balanslaşdırma da məsələn düzdür tenderdən birbaşa yaşa dediklərimin o qədər sadəcə misal ünvanında deyirəm ki, yəni paralel paylaşma, tənzimləmə doğru olur. Məsələn bir sahə görsən yaxşı inkişaf edir, gedir, digər sahə geridə qalır. Və o geridə qalmanın, inkişaf edə bilməmənin bəzi bir səbəbi də əslində gəlib çıxır tender prosesində ki, əslində prekvalifikasiya tender prosesində doğru istiqamətlər yer alsa, təbii ki, həmin boşluqları detekt eləmək, üzə çıxartmaq daha rahat olar ki, və şirkətləri təşviq etməklə daha sağlam rəqabət və daha yaxşı inkişaf əldə etmək üçün düşünürəm zəmin yaradar. Əzəm, siz məsələn təcrübədən nə düşünürsünüz? Nələr etmək olar? Nələri dəyişərdiniz? Həll yolları kimi? Bəli. Həll yolları kimi təklif edərdim ki, rəqəmsal platformalara keçsinlər, elektron qaydada aparılsın tender. Bu ona gətirib çıxarır ki, tender zamanı bütün iştirakçılar, bütün iddiaçılar eyni vaxtda təklifi təqdim edir və hamısı eyni məlumatları alır öncədən. Bəli. Həm öncədən məlumat alır, həm də eyni vaxtda təqdim edir və izləyə də bilir ki, proses necə gedir, tenderin açılış qaydaları falan hamısını yəni aşkar görsənir də, şəffaflıq olur belə deyək. Bəli. Özəl sektorda var bəzi platformalar, məsələn indi ad çəkmək istəməzdim, müəyyən tender belə deyək platformaları var. Amma onların da fərqli olmaları biraz adamı hardasa belə deyək, mütəxəssisləri, şirkətləri yorur. Çünki daima platformalar arasında qalırsan üzə-üzə ki, yəni oradan çıxıb buna girirsən, bundan çıxıb buna girirsən. Çünki üç şirkət, bir şirkət bir platformadan istifadə edir. Başqa şirkətlər başqa platformalardan istifadə edirlər və hamısının naviqasiya qaydaları görsən düzdür, aşağı-yuxarı bir-birinə oxşayır, amma görsən bəzisində tələblər fərqlidir. Bəziləri görsən platforma işləyir, amma e-maillərlə də məlumat alırsan. Bəzi görsən ki, kateqoriyalara üzrə vendorları həmin platformalara salırlar şirkətlərdə. Məsələn, özəl sektorda da ən çox rast gəldiyim şeylərdən biri odur. Amma görsən ki, məsələn, sən o şirkət olaraq həmin kateqoriyada fəaliyyət göstərməyə baxmayaraq heç bir sorğuya cəlb olunmursan və yaxud da dəvət olunmursan. Yəni sistematik problemlər də hələ də o işləyən platformaların özündə də kifayət qədər çoxdur. Amma razıyam, bəli, əslində bütün tenderlər vahid sistem üzərindən keçilsəydi, ən azından dövlət tenderlərimiz, məsələn, tender azdan düzdür, məlumat alırıq, amma nə texniki prekvalifikasiya və vahid, belə deyək, texniki qaydaları sahələr üzrə formalaşdırılsaydı ki, məsələn, çünki eyni tender üzrə, yəni o vendor tərəfdə olmaq çox maraqlıdır əslində, hər şeyi görmə imkanın olur. Çünki bir 10 fərqli şirkətlə tenderdə iştirak edirsənsə, eyni işi, mən eyni işi görürəm də, deyək məsələn, mən təlimçiyəm, məsəl üçün, və yaxud da ki, deyək mən inspeksiya işi görürəm, öz şirkətimizin profilinə misal göstərirəm. Yəni, necə olur ki, iştirak etdiyim 10 tenderin texniki şərəfləri hamısı bir-birindən fərqlənir. Və bəziləri də o qədər ziddiyyətlidir ki, bir-birindən də. Yəni, təlim sahəsində olmağa baxmayaraq, deyək, inspeksiya sahəsində olmaya baxmayaraq, görsən ki, bu texniki şərtlər düz deyil. Yəni, peşəkar olardır və burada bunu bizim deməyə hüququmuz da çox zaman olmur. Bəzən belə standart cavablar alırsan ki, bu müştəri bizə belə uyğundur, belə yazmışıq. Yəni, bu belə olmalıdırmı? Həll yollarından biri də odur ki, hər bir iddiaçı öz narazıçılıqlarını hüquqi tərəfdən rahat şəkildə deyə bilsin. Yəni ki, ona baxılsın.
Çünki məktub yazırıq, şikayət yazırıq, bəzən elə tenderlərdə olur ki, düzgün aparılmır tenderlər. Tender prosesi ümumiyyətcə düzgün aparılmır, orada şəffaflıq pozuntusu olur. O belə bir nöqsanlar aşkarlandığı zaman hüquqi yollarla bunların, yəni belə deyək, auditorlar olmalıdır ki, bu tenderin prosesi zamanı pozuntuları aşkarlayıb onları yoxlamalıdır. Və iddiaçılar problemləri aşkarladıktan sonra tenderin yenidən elan olması və yenidən iştirak etməsi, yenidən qiymətləndirilməsinə birbaşa müraciət etməlidirlər. Bəzən də görürsən ki, tenderdə iştirak edirsən, cavabları gözləyirsən, nəticə çıxacaq və bir də görürsən ki, tender ləğv olundu. Bəli. Məsələn, bizim öz təcrübəmizdə olub, tenderdə iştirak etmişik, tenderin qalibi olmuşuq, yəni qalib olaraq elan olmuşuq, sonra tender ləğv olunub. Yəni belə hallar da bəzən rast gəlir. Şəffaflıq mövzusu demişkən, elə vaxtımız da daralıb, sona gəlib çatdıq. Amma şəffaflıq demişkən, belə deyək, həmişə əslində bu proses satın alma prosesi olaraq, sanki satın alma adı biraz elə bir şey, satın alma mütəxəssislərini belə deyək, sual altına həmişə salıb, bəzən belə deyək də, hardasa belə deyək, lord desə qaralamağa yol açıb. Amma mən bugünkü gedən, məsələn, bu gün hal-hazırki mövcud gedən proseslərdən, məsələn, mən görürəm ki, bu günləri daha çox texniki qiymətləndirmələrdə problemlər var, nəinki satın almada. Məsələn, hansı müəssisə və hansı şirkətlə əlaqə saxlayırsan, satın alma mütəxəssisləri daha çox platform yönümlü, daha çox, təbii ki, o belə də dırnaqarası məqamları kənara qoysa, satın alma prosesi aşağı-yuxarı pis getmir. Harada ki, gəlib çatırıq o texniki qiymətləndirməyə, oradan gələn absurd tələbləri, belə deyək ki, və yaxud da qoyulan ümumiyyətlə mövzuya uyğun olmayan, aidiyyatı olmayan tələbləri heç yerə çıxartmaq olmur. Yəni, görürsən ki, proses gedir, baxırsan ki, tam cavab verirəm mən bu prosesə, qiymət tərəfdən də hər şey yaxşı olur, amma gəlib elə bir texniki məsələ çıxıb ortalığa qoyulur ki, və təəssüflər olsun ki, müştəriyə dərdini izah edə bilmirsən. Çünki müştəri orada, elə deyək də, parajeniyadır, ən çox şeydən istifadə edir. Müştəri həmişə haqlıdır və müştəri tələbləri müəyyən edir, bizim də tələblərimiz budur. Təəssüf ki, belə bir şeylə rastlaşırıq, amma doğru deyil. Təbii ki, konkret fəaliyyətlə bağlı konkret tələblər olmalıdır və bu hamı üçün keçərli olmalı deyə düşünürəm. Mənim qarşılaşdığım bir durum da olmuşdu. Bir yox, bir neçə durum eləncə olub. Məsələn, müəyyən bir tələb qoyub, o tələbi araşdırdığımız zaman aşkarlanıb ki, heç o mal, material və yaxud işə o tələb uyğun deyil. Bəli. Araşdırılması nəticəsində aşkarlanır ki, yəni heç uyğunluğu yoxdur. Bəli. Xüsusən də məsələn, müəyyən məhsulların satın alması zamanı onlara qoyulan texniki tələblərin əsaslandırıla bilməməsi. Yəni, deyək ki, hansısa bir sertifikat, hansısa bir tələb qoyulur. Baxırsan ki, məsələn, heç bir əsası yoxdur. Məsələn, belə deyək də, ən çox yayılan şeylərdən birini, misal üçün, qeyd etmək istəyirəm. Deyək ki, əmək bazarında, məsələn, bir işə girmək istəyirsən, deyək ki, görürsən ki, iş elanı verilib. Yəni, bu da aşağı-yuxarı, bu da bir satın almaq əslində prosesdə, bu əməyin satın almasıdır hardasa. Misal olaraq izləyicilərimizə daha aydın olsun, çünki bütün izləyicilərimiz əmək fəaliyyətinə görə bir işə düzəlməyə çalışır. Görürsən ki, qoyulan maaş və yaxud da istənilən təcrübə və sertifikasiyaya uyğun gəlmir. Məsələn, ali təhsil diplomu istənilir, doktorantura, nə bilim, azca qala səviyyəsinə qədər sənədlər istənilir. Sertifikatlara baxırsan, xarici institutların internetdən götürən siyahılar, nələr, job description və işləyəcəyi yer, sahə və pozisiyanın, belə deyək, səviyyəsi tamam fərqli şeylərdir. Yəni, bir-birinə aşağı-yuxarı sizin qeyd ediləcəyi məhsul kimi. Yəni, məhsul var faktiki olaraq. Amma məhsulun, necə deyim, məhsula qoyulan tələblər, spesifikasiya istehsalçı və standartlarla heç cür uyğun deyil və uzlaşmır. Belə, Cəzə xanım, maraqlı söhbət idi, çox sağ olun, təşəkkür edirəm və bu sahədə əslində danışılması çox şeylər var. Biz belə deyək, ümumi müəyyən məqamları əl almağa çalışdıq. Düşünürəm ki, hardasa faydalı olar izləyicilərimiz üçün. Çox sağ olun, hörmətli Köç Səbəb izləyiciləri. İnşallah gələn Köç Səbəbdə görüşərik. Xudahafiz.